Salam dostlar, ümid edirəm ki, yaxşısınız. Mən yenə qırmızı kitabdan davam edirəm. Kölgə, arxetiplər və sair terminləri izah edirəm. Qısaca not götürmüşəm, o notları paylaşacağam, anladıqlarımı və sizinlə ən maraqlı hissələri. Bilirsiniz ki, Karl Jung dünyaca məşhur psixiatrdır və o Freudlə bir yerdə başlayır işləməyə və Freudin hətta varisi hesab olunurdu ki, bu qırmızı kitaba görə, yəni qırmızı kitabdakı düşüncələrə görə onlar ayrıldılar. Çünki Freud şuuraltından danışırdı, Jung isə şuursuzluq terminini gətirdi. Şuuraltı çox dar çərçivədə izah eləyirdi insanın yaşadıklarını, davranışlarını, kaderini, bütün çizgilərini. Amma Jung bununla razılaşmadı, araşdırdı. Fəlsəfəni çox yaxşı bilirdi Jung, Freuddən fərqli olaraq. Çünki Freud sadəcə şuuraltı və psixologiya üzərindən gedirdisə, Jung isə daha çox fəlsəfə xəttini də qatırdı, arxetiplər və kölgə persona tərəflərimizi də bundan dolayı termin olaraq psixologiyaya gətirdi. Məsələn, o qırmızı kitabda deyirdi ki, bir gün mən içimdən qəribə səslər dinləməyə başladım. Gördüyüm görüntülər yox idi, ancaq onlar məni qorxutdu. Bəlkə də mən dəli oluram deyə düşündü. Əslində isə həmin proses sonradan analitik psixologiyanın, bu dediyi proseslər analitik psixologiyanın əsas nöqtəsi olmağa başladı. Sonra bilirsiniz, Jung Bibliyadan, İncildən, Qurandan hər şeyi araşdırıb orta nöqtədə insanın kollektiv şuursuzluğunu, insanların kollektiv şuursuzluğunu araşdıran bir alim olubdu və o Bibliyada da Yeşaya və Yahya İncilindən parçaları əlavə eləyir. Burada əsas simvol yeni doğuluşdur, yenidən doğulmaqdır, yeni köhnə mənin ölümü. Yəni, psixoloji dəyişiklik həmişə əvvəl köhnə mənin ölməsi ilə başlayır. Əvvəl ego dağılır. Ego dağılmalıdır. Bilirsiniz, köhnə mənimizi qoruyan bir egomuz var. Biz bir şey öyrənirik və başlayırıq onu qorumağa. Əslində, qorumaq yaxşı bir şeydir. Ego yaxşı bir şeydir. Psixologiyada ego önəmlidir. Sadəcə sağlamlaşdırmalıyıq o egonu. Məsələn, burada yeni bir şəxsiyyət yaranır. Bu tamamilə dindən başqa bir şeydir. Yəni, dindən ayrı bir nüansdır və yeni bir şəxsiyyətin yaranmasını insanın ruhunun yenidən doğulması kimi qələmə verir. Zamanın ruhu və dərinliklərin ruhu. Jung iki fərqli səsdən danışır bu bölümdə. Deyir ki, birinci zamanın ruhu, faydalı ol, məntiqli ol, cəmiyyət nə deyirsə onu et, uğur qazan, özünü sübut elə, insanlar tərəfindən qəbul edil və s. İkinci ruh dərinliklərin ruhudur. Yəni bir zamanın ruhunu deyir, hansı ki cəmiyyətin, camianın bizə dedikləri, bir də dərinliklərin ruhu. Bu isə tamam başqa şey deyil. Deyir ki, həqiqət həmişə məntiqli olmur. Zaman bizə həmişə hər şey məntiqli göstərir. Həqiqəti isə həmişə məntiqli olmur. Yəni məntiqsiz şeylər belə həqiqətdir. Ən vacib cavablar şuursuzluqda gizlənir. Yəni insanın daxilində yaşayan başqa bir psixoloji sistem var. Jung bunu iddia edirdi. Kitabın ən çətin hissələrindən biri yücə məna deməkdir. Yəni yücə, uca mənalıq demək nə ağıldır, nə də ağılsızlıqdır. Ağılı və ya ağılsızlığı ruhun içinə qatmır. Bu çox dərin fikirdir. O demək istəyir ki, insan yalnız məntiqlə yaşayanda da xəstələnir. Yəni, siz görürsünüz, çox insanlar var, məntiqlə hər şeyi ölçürlər, məntiqlə. Amma yenə də bir psixoloji bir durumun içindən çıxa bilmirlər. Sağlamlıq bu ikisinin inteqrasiyasıdır. Həm məntiqin, həm ruhun. Biz də buna psixologiyada Jungun termini ilə individuasiya deyirik. Kölgə, mənim çox sevdiyim bir termin. Tanrının belə kölgəsi var, Jung deyirdi. Yəni, bu nə deməkdir? Tanrının belə kölgəsi var. Heç nə yalnız işıqdan ibarət deyil. İnsan da işıqdan ibarət deyil. Əgər sən qəzəbini, qısqanclığını, ehtirasını, qorxunu, zəifliyini rədd edirsənsə, onlar yox olmur. Onlar sadəcə kölgəyə çevrilir. Sonra isə simptom kimi geri qayıdır. Bu bizim klassik Jungumuzdur. Yəni
Deyir, mən zəif olmaqdan qorxuram. Amma sənin bir zəif tərəfin var. Sən əslində utancaqlıqdan qorxursan, amma sənin bir utancaq tərəfin var. Onları bastırmaqla onlar yox olmur, onlar kölgə tərəfə çevrilir. Sonra bir də var burada çöl anlayışı. Çünki Jung simvollara çox önəm verirdi. Çöl sizin içinizdədir. Çöl nədir? Çöl, boşluq, yəni səhra, istiqamətsizlik, mənasızlıq, depressiv fez, deyirik çöl, mənasızlıq, boşluq. İnsan depressiyaya düşür. Yəni səhradasan, sanki hamı yanındadır, insanlar içindəsən, amma sən çox tənha hiss edirsən özünü. Bu depressiv hissdir. Köhnə həyatın artıq işləmədiyini göstərir. Yenisinin isə hələ yaranmadığı deməkdir. Yəni sən depressiyadasansa, bu köhnə eqonun, köhnə həyatının artıq sənə xidmət etmədiyini göstərir. Yenisi isə yaranmaq üzrədir ya da yarada bilmirsən. Biz terapiyada buna çox rast gəlirik. Məsələn, pasient deyir ki, heç nə hiss etmirəm. Əvvəlki şeylər gedib, öfkə yoxdur, depressiya yoxdur, ağladığı şeylər artıq qəbullanıb, ağlamır. Amma deyir ki, mən özüm boşluqda hiss edirəm. Çünki yeni mən formalaşmayıbdır. Və psixika köhnə şeyləri buraxıb, yeni bir şeyləri hələ qura bilməyibdir. İnsan orada özünü boşluqda hiss eləyir. Sonra burada Birinci Dünya Müharibəsindən danışır. Jung sonradan kollektiv şuursuzluğu gətirir. Birinci Dünya Müharibəsindəki hadisələri analiz eləyir. Görüntüləri gələcəyi qəti şəkildə xəbər verən sübut kimi qəbul etmir bu simvolları. Və s. Burada fərdin daxili böhranın yaşadığı dövr. Hətta Birinci Dünya Müharibəsindəki də kollektiv şuursuzluqda, yəni bütün cəmiyyətin, bütün dünyanın bir kölgələmə müddətindən, kölgələmə dövründən keçdiyini deyirdi. Ən vacib cümlə bu kitabda budur. Jung yazır, deyir, mənim yolum sizin yolunuz deyil. Çox gözəl bir cümlədir. Bu, hər kəsin bir yolu var, hər kəsin bir hekayəsi var. Bəzən biz başqalarına baxırıq, özümüzü onlarla müqayisə eləyirik, kaderimizi onların kaderləri ilə müqayisə eləyirik, sevgimizi, uşağımızı onlarla müqayisə eləyirik. Bu, Jung bunu deyir, hər kəsin bir yolu var. Mənim yolum sizin yolunuz deyil. Yəni, mən öz yolumdan gedirəm. Mən sizə yol göstərmirəm. Öz yolunuzu siz özünüz tapmalısınız. Bu, individuasiyanın özüdür. Yəni bu anlayışın özüdür. Hər kəs öz yolunu özü tapmalıdır. Siz heç kimin əlindən, hətta öz övladınızın belə, öz dünyaya gətirdiyinizin belə əlindən tutub ona yol, budur, gəl bundan gedin deyə bilmirsiniz. Alınmayacaq zaten. Sonra, deməli, burada bizim terapiya ilə əlaqələndirdiyimiz nöqtə, mənim seanslarda işlədiyim, pasiyentlərlə işlədiyim nöqtələrdən biri zamanın ruhu, yəni sosial maska. Biz birinci sosial maskalardan sıyrılırıq. Buna persona deyirik. Sonra dərinliklərin ruhu şuursuz tərəfimizdir. Şuursuzluğu anlayırıq. Kölgə inkar edilmiş, inkar etdiyimiz. Məsələn, mən bir şey istəyirəm. Deyək ki, mən atıram, yəni Range Rover sürməyi istəyirəm. Amma onu mən bir qudurğanlıq kimi, haram kimi qəbul eləyirəm deyə şuurda. Deyirəm ki, onu sürənlər hamısı deyək ki, haram yolla, haram pulla qazanıbdır. Amma mən də istəyirəm onu və bastırır, nə edir? Kölgə həmişə harda Range Rover sürən var, onları qaralayır, onlar haqqında ağzına gələn deyir, onları ləkələyir. Amma əslində bu onun kölgə tərəfidir. Sən də istəyirsən də. O bir dənə söz var, atalar misal pişiyin ağzı ətə çatmayanda adını iyilənmiş qoyur. Yəni bu o deməkdir. Əslində sən də bəzi şeylər, sən də zəngin olmaq istəyirsən, sən də dünyadan həzz almaq istəyirsən, sən də sevilmək istəyirsən. Amma sevilən birisini, sevilən bir qadın görəndə sosial mediada görürük. Bu persona sosial mediada çox qəşəng görsənir. Yəni həmin ona palçıq atmağa, çamur atmağa başlayırlar. Niyə? Çünki o sən əslində kölgə tərəfini göstərirsən, durmalısan ayağa, öz qorxularla üzləşməlisən. Sən bəlkə də cinsəllik haqqında qorxuların var, sevilməyidən qorxursan və s. və s. Sən bir dənə sevilən qadın görən kimi həmən ona nə edirsən, palçıq atırsan. Sonra deməli, kölgə budur, inkar edilmiş hissələr. Səhralıq keçid mərhələsidir. Çünki sən bir şeyi, eqonu
o köhnə mənini öldürdü və sən özün boşluqda hiss eləyirsən və yeni bir mərhələyə keçəndə orada səhrada hiss eləyirsən. Uca məna dediyimiz psixikanın ziddiyyətlər etməsi, inteqrasiya etməsidir. Öz yolumuz da bizim individuasiyadır. Hansı ki biz belə bu mərhələlərdən keçirik, sonda biz individuasiya mərhələsinə öz yolumuza gəlib çatırıq. Sonra Jung'un Qırmızı kitabında insanın yalnız güclü tərəfini tanıyaraq bütöv olmur deyir. Yəni biz həmişə güclü ola bilərək bütöv olmuruq. Bütöv olmalıyıq. Parçanın bir bütünüyük, bütöv olmalıyıq. Amma sənin bütöv olmaq deməyin, anladığın şey güclü olmalısan deyil. Sən zəif tərəfini də qəbul edəndə bütöv olursan. Sən zəif tərəfinlə, çatışmayan tərəfindən, bacara bilmədiyin, yetərsiz olduğun tərəflərinlə də güclü ola bilərsən. Sən o zaman bütöv olursan ki, güclü ola bilərsən yox. Sən o zaman bütöv olursan ki, sən zəif tərəfini də qəbul edirsən. Çatmayan tərəfini də qəbul edirsən. Bu o deməkdir. Öz daxilimizə enmək o deməkdir. Dünyanın o biri ucuna getmək deyil, öz daxilindəki dünyanı qəbul eləmək. Bu, sənin zəif tərəflərini qəbul eləməkdir. Sən əsas zəif tərəflərini qəbul eləyəndə daha da bütövləşirsən. Və biz bu dünyaya elə bütövləşmək üçün gəlmişik. Bütün məsələ, bütün yaşadıqlarımız hadisələr, gəlinlə, qaynana ilə, yoldaşınızla, sevgilinizlə, evladınızla, qızınızla, oğlunuzla. Hamısı sizə xidmət eləyir. Hamısı sizin bütövləşməyinizə xidmət eləyir. Hamısı bizim üçündür. Bütün yaşanan hadisələr bizim bütövləşməyimizə xidmət edən hadisələrdir. Və sizə yaxşı baxın.